O vaxtki Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. O vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyası hansı səviyyədə idi? Yəqin ki, bunu ancaq bir şahin burada oturanlardan yaxşı bilir. Siz o vaxt çox gənc idiniz, bəlkə də uşaq idiniz. Və əlbəttə ki, bu bir biabırçı bir mənzərə idi. Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hətta Azərbaycan dilində düzəməlli danışa bilmirdilər. Və heç bir təcrübəsi olmadan, yəni hansısa diplomatiya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular. O vaxtki AXC Müsavat hakimiyyəti ümumiyyətcə peşəkarlardan ibarət deyildi. Əksinə çox təsadüfi insanlar hakimiyyəti zəbt eləmişdilər.